Azərbaycanda topdan satış sahəsində fəaliyyət göstərən, adı hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə yanaşı çəkilən Ceylan MMC şirkətində baş verən ciddi qanun pozuntuları, maliyyə saxtakarlıqları və vətəndaş narazılığı barədə yenə şikayət var. İddiaların birbaşa hədəfində isə Ceylan MMC-nin direktoru Fuad Əliyev və şirkətin insan resursları üzrə meneceri Şəhla Cabbarlıdır. Bir xəbər mediaya müraciət edən vətəndaş Günay Rızayevanın rəsmi iddialarına görə Ceylan MMC rəhbərliyi onun adına saxta sənədlər tərtib edərək əmək hüquqlarını kobud surətdə pozmuş, istirahət və rəsmi bayram günlərində qanunsuz işlədib. Ən əsası isə şirkətdə dövlətdən gizlədilən ikili mühasibatlıq və vergidən yayınma sxemi tətbiq olunur. Belə ki, vətəndaşın əmək haqqının 500 manatı rəsmi olaraq karta, 900 manatı isə vergidən qaçmaq üçün konvertdə nağd şəkildə ödənilir. İddialara görə şirkət vətəndaşın qazandığı halal ödənişini mənimsəyib və geri qaytarmaqdan imtina edir. Vətəndaş öz hüquqlarının bərpası üçün artıq məhkəməyə müraciət edib. Lakin Ceylan MMC rəhbərliyi qanunları və məhkəmə hakimiyyətini açıq-aşkar təhqir edərək vətəndaşa bu hegemon sözləri ünvanlayıb. Məhkəmə də mənəm, hakim də mənəm, qanun da mənəm. Hara şikayət edirsən et, mən deyən olacaq. Azərbaycan Respublikasının məhkəmə sistemini və qanunvericiliyini heçə sayan bu təkəbbürlü yanaşma dövlətimizə qarşı böyük hörmətsizlikdir. Məsələ təkcə bununla da bitmir. Şirkət daxilindən gələn digər dəhşətli bir iddia isə odur ki, Ceylan MMC-də ambardakı bəzi qida məhsullarının son istifadə müddəti saxta yollarla dəyişdirilir. Vaxtı keçmiş qidaların tarixlərini yeniləyib yenidən bazara və marketlərə ötürmək birbaşa Azərbaycan xalqının, övladlarımızın sağlamlığına qəsddir və cinayətdir. Qanunları və istehlakçı hüquqlarını heçə sayan bu özbaşınalıq qarşısında vətəndaş Günay Rızayeva birbaşa ölkə rəhbərliyinə müraciət edərək kömək istəyir. Ümid edirik ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ceylan MMC-də iddia olunan vergi yayınmasını, maliyyə cinayətlərini və saxtakarlığı dərhal nəzarətə götürəcək. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mən Rızayeva Günay İlxan qızı, Cənab Prezidentimiz İlham Əliyevə səslənirəm. Cənab Prezidentimiz Adnan Əhmədzadənin rəhbərlik etdiyi şirkət Ceylan MMC və həmin şirkətdə direktor vəzifəsində çalışan Əliyev Fuad Şakiroğlu və insan resursları üzrə meneceri Cabbarlı Şəhla Məmməd qızından şikayətçiyəm. Əliyev Fuad Şakiroğlu və Cabbarlı Şəhla Məmməd qızı tərəfindən mənə qarşı aldadılaraq, inamımdan sui-istifadə edərək Fuad Əliyevin göstərişi və razılığı ilə Şəhla Cabbarlı mənim uzun müddətli əmək müqaviləmi qanunsuz olaraq xəbərim olmadan tamamilə ən qısa müddətli əmək müqaviləsinə dəyişdirərək heç bir əsas olmadan mənə sorğu-sualsız işimə çoxu şəkildə xitam verib. İstirahət, bayram, hüzün günləri, həmçinin iş saatlarından çox işləməyimə görə də hal-hazıra qədər 4 il 7 ay əmək qanununa uyğun olaraq əmək haqqım Əliyev Fuad Şakiroğlu və Cabbarlı Şəhla Məmməd qızı tərəfindən mənimsənilib. Bununla bağlı Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə şikayət etmişəm. Ceylan MMC məhkəməyə sənədlər təqdim edib və orada məlum olub ki, Ceylan MMC-nin başqa bir saxtalığı üzə çıxıb. Ceylan MMC mənə məzuniyyət veribmiş, mənim xəbərim olmadan. Həmin vaxtlar mən işdə olmuşam, xəttim, imzam orada da saxtalaşdırıblar. Xətt mənim deyil, imza mənim deyil. Hal-hazırda bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası təyin edilib. Cənab Prezidentimiz, mən 6 aydır Ceylan MMC-nin saxta müqaviləsi və saxta sənədləri ucbatından işsizəm. 6 aydır himayəmdə azyaşlı uşağımla birlikdə ac-yalavac, qorxu, həyəcan, stres içində yaşayırıq. Əliyev Fuad Şakiroğlu'nun və Cabbarlı Şəhla Məmməd qızının günahı ucbatından sənədlərimi saxtalaşdırıblar. Qanuna zidd hərəkətləri ucbatından mənə küllü miqdarda maddi mənəvi ziyan dəyib. Cənab Prezidentimiz, mən dəfələrlə Ceylan MMC-yə müraciət etmişəm. Mənə vurduqları ziyanı vermək, əmək haqqımı verməyə görə onlar məni rədd edərək, get nə bilirsən elə, hər şey bizim xeyrimizə həll olunacaq, qanunu özümüz yazırıq, bildirərək məni başlarından ediblər. Ümid yerim sizsiniz. Bildirir ki, polis də bizik, məhkəmə də bizik, prokuror da bizik, məhkəmə ekspertizası Suraxanı məhkəmə tərəfindən olanın xeyrinə dəyişdiriləcəklərini bildirirlər. Mən çarəsiz vəziyyətdə qalmışam.
Cənab Prezidentimiz, mən əmək müqaviləmdə edilən dəyişikliklərə görə ayrı Suraxanı rayon məhkəməsinə yenidən iddia ərizəsi ilə müraciət etmişəm. 26.05.2026-cı ildə məhkəmədə işimə baxılan zaman Ceylan MMC-nin vəkili Kərimov Fərhad Azadoğlu hakim Rübabə xanım Qafarovaya dedi ki, Günay Rızayeva hər yerə prezidentə, Mehriban xanıma şikayət edib və o biri hakimin Fərda Rızayevanın başını ağrıdıb, problemə salıb. Bu işi qəbul etsəniz, sizin də başınız ağrıyacaq. Cənab Prezidentimiz, mən başa düşə bilmirəm, bu nə deməkdir? Bir hakim işimə düzgün yanaşırsa, düzgün obyektiv baxırsa, niyə başı ağrımalıdır? Niyə problemə düşməlidir? Bu sözlərdən belə çıxır ki, Suraxanı rayon məhkəməsi qarşı tərəflə bir olub, işimi uzadır, obyektiv baxmır. Onun üçün məhkəmənin başı ağrıyır. Xahiş edirəm Cənab Prezidentimizdən bu məsələni xüsusi nəzarətə götürsün və qarşı tərəfin vəkili bir də onu bildirdi ki, Ceylan MMC işçiləri ilə 6 aylıq əmək müqaviləsi bağlayır. Bəs 6 aylıq bağlayırsa, bəs necə olur? 4-ü 12-ci ay 2025-dən 17-si 12-ci ay 2025-ə müqavilə bağlanıb mənim. Bu necə olur? Xahiş edirəm, bu məsələni xüsusi nəzarətə götürəsiniz. Ceylan MMC-nin bu özbaşınalığı, qanuna zidd hərəkətləri baş alıb gedir. Vəkillər də burada öz dili ilə bildirir ki, müqavilə 6 aylıq bağlanır və 4-dən 17-sinə bağlanan müqavilə bəs nədir? Xahiş edirəm, Cənab Prezidentimiz bunu araşdırsın, Ceylan MMC-nin bu özbaşınalığına son qoysun. Xan, deyirdiniz ki, az öncə 500 kartla alırdınız, 900-dən nağd alırdınız. Bu necə olur? Biz Ceylan MMC-də işlədiyimiz dövrdə Ceylan MMC şirkəti bizə 500 manat rəsmi kartla 900 manat da əlbəəl bonus adı altında pul verirdilər. Mənim 52 mağazam var idi adımda. 52 mağazanı gəzirdim, sifariş toplayırdım, plan vururdum. O plana uyğun da 9 manat bonus alırdım. O rəsmi verdikləri pul 500 manat. Bizim yol pulumuz ancaq yemək pulumuz edirdi. Marşrutla marketləri gəzirdik. 900 manatı biz gəzirdik marketləri, plan vururduq ki, 9 manatı alaq. Onlar vergidən də yayınıb. Burada mənim pensiya kapitalım da ziyan görüb. Həm dövlət büdcəsinə keçirməli olduğu pullar da mənimsəyib. Tək mənim pulumu yox, dövlət büdcəsinə keçirməli olduğu pullar da mənimsəyib Ceylan MMC.